Bismillahirrahmanirrahim. Əziz müsəlmanlar, Ramazan ayının xüsusiyyətlərindən biri də bu ayda tövbə edib Allahın dərgahına tərəf qayıtmaqdır. Ramazan ayını həm də tövbə ayı adlandırıblar. Çünki tövbənin baharı məhz Ramazandadır. Bu da ona görədir ki, məhz bu ayda Allah öz bəndələri də Allaha daha çox yaxın olurlar. Onların arasında olan əlaqə və irtibat daha da sıxlaşır. Zaten tövbə etməyin özünü, günahdan qayıtmağın yolunu, peşmançılığı elə Allah Taala'nın özünün bir lütfü mərhəmətidir ki, öz bəndələrinə qarşı insanlar üçün bu barədə, bu haqda, bu məkanda şərait yaradır və müxtəlif zamanlarda imkan yaradır ki, ona sarı qayıtsınlar və tövbə eləsinlər. Ramazan ayında günahlarınızdan Allah dərgahına tövbə eləyin. Xüsusilə də namaz vaxtında namazı tez qılıb qalxmayın. Namazı qılıb qurtardıqdan sonra əllərinizi göyə qaldırın. Allahla münacat eləyin. Allaha dua eləyin. Məhz bu ayda, çünki ən gözəl dəqiqələr və saatlar namaz və ibadət baş verən vaxtdadır. Məhz bu saatda Allah Taala öz bəndələrinə lütf nəzəri ilə baxır. Məhz bu saat və dəqiqələrdə namaz qılan vaxtlarda Allah onların çağırışına səs verir, münacatlarına. Odur ki, bu şeydən və bu tövbədən qafil olmayaq inşallah. Necə ki, hədislərdə gəlibdir, bir gün şeytan məlun Yahya Peyğəmbərin qarşısında təcəssüm elədi və Yahya Peyğəmbərə belə dedi: Ey Allahın Peyğəmbəri, gəl sənə nəsihət edim. Yahya Peyğəmbər məlun şeytanın cavabında belə buyurdu: Sənin nəsihətivə mənim heç bir ehtiyacım yoxdur. Amma insanlar haqqında nə bilirsənsə mənə de. O zaman şeytan məlun belə dedi: İnsanlar 3 dəstədirlər. Bir dəstə sizin kimilərdir, yəni günahsız məsumlar ki, heç bir günah iş görmürsünüz və bizi yaxınımıza buraxmırsınız. Ona görə də biz sizdən rahatıq. Bu mənada ki, biz sizdən artıq məyus olmuşuq. Bilirik ki, biz sizin kimiləri heç vaxt günaha tərəf çəkə bilməyəcəyik və yoldan çıxara bilməyəcəyik. Bu aiddir bu dəstə imamlara və 124 min Peyğəmbərə ki, onlar heç vaxt həyatda günah eləməyiblər. İkinci dəstə olan insanlar isə biz onlardan da rahatıq. Onlar bizim ardımızca düşən insanlardılar. Yekdilliklə, canı dildən bizə bağlı olan insanlardılar ki, biz onların dalıcan düşmürük. Onları yoldan çıxarmağa ehtiyac da yoxdur. Çünki onlar artıq yoldan çıxıblar və bizim sözümüzlə, dediyimizlə, əməlimizlə oturub dururlar. Biz bunlardan da rahatıq. Bilirik ki, heç vaxt Allah yoluna qayıtmayacaqlar.